Bu Vahabilər bu qədər biabırçılıqdan sonra hansı üzlə Azərbaycan xalqının içərisində gəzirlər? Neft hara getdi? Qaz hara getdi? Nə hara getdi? Nə lazımdır sən dünya əhlisən? Sokarın istehsal elədiyi ay 95 markalı benzin, 22 vagon benzin, onda xüsusi qeyd edeyim ki, artıq bugün Ermənistana yola salınacaq. Bunların dediyi tövhid Allaha qul olmaq deyil, yaltaqlanmaqdır. Səncə neft söhbətini danışan, hara gedir deyən, nə bilim, o axirət istəyir. Hara gedir getsinlər, həmdülillah. Sən gəlsə sabit qalarsan, Allah bilir 1 kilo neft versən, nə edirsən? Petrolü gidiyor. Və deyir, hara gedir getsin də, sən nəyvə lazım? Bunlar haramda, günahda belə Allaha həmd edirlər. Deyir, Allaha həmd olsun. İsrailin Qəzzada apardığı 2 illik müharibə zamanı Azərbaycan İsrailə ən çox neft satan ölkə olub. Azərbaycan İsrailə 7 milyon tondan çox xam neft satıb. Kilsələrə, bütün 440-a yaxın kilsə, məbəd və məscidlərə pulsuz qaz verməyə başlamışıq. Kilsələrə? Kilsələrə, bəli. O kilsələrin içərisində erməni kilsəsi var. Bəli, erməni kilsəsi də var. Onları da pulsuz qazla təmin edirik. Allah yolunda verəcək. Allah yolunda.